Yok ben. Söndürdü onu. Hadi çek. Siyəzən rayon polis şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları Siyəzən şəhər ərazisində reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan və ən əsası sükan arxasında sərxoş olan sürücülər çoxluq təşkil edib. Bu cip markalı avtomobili idarə edən sürücü öncə yan şüşələrə qadağan olunmuş pərdələr quraşdırıb. Sonradan alkotester müayinəsi zamanı sürücünün sərxoş olduğu məlum olub. Arxada oturan sərnişin isə jurnalistimizə hücum çəkmək istəsə də, polis əməkdaşları bunun qarşısını alıb. Bu sürücü isə reydi görüb, körpünün üstündə təhlükəli manevr edib. Polisi görən kimi arxa-arxaya qaçmağa çalışıb. Ancaq polis bu sürücünü də saxlayıb. Opel markalı avtomobili idarə edən sürücü bildirib ki, avtomobil dostuna məxsusdur. Arzusunda dənizə getmək idi. Yolda polis reydini görüb və geri qayıtmaq istəyib. Siyəzən rayon polis şöbəsinin Dövlət Yol Polis bölməsinin baş dövlət avtomobil müfəttişi Nail Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən sürücülük vəsiqəsi olmayan, sərxoş və digər qayda pozuntusuna yol verən sürücülər saxlanılaraq, onlara qarşı inzibati qaydada protokol tərtib edilir. Bugünkü reydimizdə 60-dan çox nəqliyyat vasitəsinin sürücüləri saxlanıldı. Onlardan 6 sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə, ondan artıq idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə və qalanlar digər qayda pozuntuları ilə saxlanılaraq barələrində inzibati tədbir görülmüşdür. Bu kimi reydlər mütəmadi olaraq keçiriləcək. Şəmsdən Fikrətli, Emin Kərimov, Dünya TV.